Yaxşı həkim olmaq üçün necə olmaq lazımdır? Bu, bütün zamanlarda öz aktuallığını itirməyən bir sualdır və bütün zamanlar üçün bu aktual olacaqdır. Deməli, yaxşı həkimin gücü onun ürəyində, düşüncəsində, fəlsəfəsində və əzmindədir mənə görə, zəhmətkeşliyindədir. Hər kəs hər bir ixtisasda ən güclünün necə olduğunu görmək istəyir, yəni bu yolu izləmək istəyir. Bunun üçün var bütün təhsil müəssisələri insanların keçə biləcəyi bir proqram. Mütəxəssis olmaq üçün təhsil proqramı, mərhələli təhsil və s. Burada çox müxtəlif və çox diqqət çəkən müəyyən məsələlər var. Bir, insanlara məlum olan bizim bu mərhələli təhsil məsələsi, təhsil proqramı. Bir də bəzən insanların çox da dilə gətirmədiyi və bəzən də bir qrup insanların fikir vermədiyi bir nöqtə var. Bu, insanın genetik fərdi xüsusiyyətlərinə bağlı məsələlərdir və insanın özünün fəlsəfəsi, daxili enerjisi, daxili aləmi və öz düşüncəsidir. Mənə görə də güclü həkim birinci güclü ürəyə və güclü pozitiv bir fəlsəfəyə malik olan insandır. Ancaq doğru düşünən, qərəzsiz düşünən, öz üzərində çalışan, müəllimlərinin ona qədər öyrətdiyi məktəbi unutmayan, daim ona isnad edən, necə ki Hipokrat anının ilk etik kodekslərində olan cümləyə bir nəzər salsaq ki, mən öyrəndiklərimi, qazandıqlarımı müəllimimlə bölüşəcək, lazım olan hallarda ona kömək edəcəm. Yəni, bölüşmək burada onun qazandığı elmi nailiyyətlər, gördüyü xəstəliklərin yeni xüsusiyyətləri, özündən əvvəlki nəsillə bunun müzakirəsi, müqayisəsi, yəni növbəti inkişaf nəzərdə tutulur. Bununla yanaşı, müasir tibbi texnologiya, müasir dərman preparatları, müasir cərrahi metodları da daimi izləyib öz üzərində işləyən zaman, yəni vəhdət alınır bu insanlardan, yaxşı həkim olma ehtimalı var. Deməli, yaxşı həkimin gücü onun ürəyində, düşüncəsində, fəlsəfəsində və əzmindədir mənə görə, zəhmətkeşliyindədir.